Salam əziz şagirdlər. Bu gün çevrənin tənliyinin belə deyim test izahını sizə təqdim edəcəm. Deməli, bölməmiz 47 sualdan ibarətdir, səhv eləmirəmsə. Deməli, belə deyim, suallar da səviyyəsində heç bir çətinlik yoxdur. Amma çalışacağam ki, belə deyim də, bütün sualların inşallah izahında olması ən azından cüt sual və ya tək sualların izahını sizə təqdim edəcəm. Deməli, vaxt itirmədən keçək birinci sualın izahına. Mərkəz koordinat başlanğıcında olan və 3-4 nöqtəsində keçən çevrənin tənliyini yazın. Uşaqlar, 3-4 nöqtəsindən keçilsə mütləq radius 5 olmalıdır. Yəni, və A nöqtəsi verilib bizə, 3-4 nöqtəsi verilib. Bu da deyib ki, belə deyim də, mərkəzi koordinat başlanğıcından keçən. İndi əvvəlcə radiusu tapaq. Radiusun uzunluğunu tapaq. Kök altında 3-ün kvadratı plus 4-ün kvadratı. X olacaq y-in kvadratı 9 plus 25, 16 bərabərdir. Kök altında 25, o diləcək 5. Və mərkəzdə uşaqlar, bizim əvvəlcə çevrəmizin tənliyi x minus a kvadratı plus y minus b kvadratı bərabərdir y-in kvadratına. Amma mərkəzi 0,0 nöqtəsidirsə, gətirib 0 qoysam, x-in kvadratı plus y-in kvadratı bərabərdir y-in kvadratı. Y neçədir? 5. 5-in kvadratda 25. Cavab olacaq, sizcə nə olacaq? Y bəndi. Belə, oldu Y. Üçüncü suala baxaq. Üçüncü sual. Deməli, uşaqlar, bizə nöqtəni verilib x minus 4-ün kvadratı üstə gəlsin y kvadratı bərabərdir 25-ə. İndi uşaqlar, təbii ki, bunu işləyən zaman deyib ki, o y oxunun kəsişmə nöqtəsi. O y oxunun kəsişmə nöqtəsi. Biz də funksiya bölməsindən bizə məlumdursa, o y oxundan kəsiləndə x 0 olurdu. O x oxundan kəsiləndə y 0 olurdu. Gətirib x-in yerinə neçə yazsam? 0 yazsam. X-in yerinə 0 yazsam. Olacaq 0 çıxılsın 4-ün kvadratı. Üstə gəlsin y kvadratı bərabərdir 25-ə. Y kvadratı 4-ün kvadratı, bax 0-dan 4 çıxanda mənfi 4, kvadratı 16. 16 plus y kvadratı bərabərdir 25-ə. Y kvadratı bərabərdir 25-dən 16 çıxanda 9-a. Y bərabərdir plus minus 3-ə. Deməli, x bir nöqtəmiz neçə olub? X 0 olanda y bir dəfə 3 olub. Və həmişə belə yazırlar. X yenə də 0 olanda bir dəfə də mənfi 3 olub. 0, mənfi 3. Yəni, cavab olacaq 0, 3, 0, mənfi 3. Cavab olacaq 0, 3, 0, mənfi 3. Cavab hansı bəndi? C bəndi. Bu belə. Keçək 5-ci suala. 5-ci sual. Deyib ki, y kvadratı x kvadratı plus y kvadratı minus 6x plus 7 y çıxılsın 7, yox, səhv yazdım, 4y gözüm 5 deyirəm. Deməli, plus 4y minus 7 bərabərdir 0. Bunu dərs izahını uşaqla baş salmışdım. Təbii ki, baş salmışdım. Deməli, olacaq x kvadratı plus minus 6x plus y kvadratı plus 4y minus 7. Sol nə deyib? Əvvəlcə deyək. Deyib, çevrəsinin OX oxu ilə kəsişmə nöqtələrinin koordinatlarını tapın. O y oxunun kəsişmə nöqtəsi, OX oxu ilə kəsişmə nöqtəsinin nöqtələr arasındakı məsafəni tapın. Məsafəni. O x oxu ilə. Deməli, uşaqlar, gəlin tapaq, elə baxaq, nə başımıza gələcək. Deməli, bərabərdə 0. Uşaqlar, bunu dərs izahında eləmişdim ki, x kvadratı minus 6x. Üstünə neçə əlavə edib, neçə çıxsam, nəyəsə kvadrat alınır. Bunu bilmək üçün 6-nı 2-yə böləcəksən. 3 kvadratı 9. 9 əlavə edib 9 çıxacam. Eyni qaydadan üstə gələcək. Y kvadratı plus 4y plus 4 minus 4. Bir dənə minus 4 yazacağım. Çıxılsın 7. Bərabərdir 0-a. Bu nəyə asılışıdır? X minus 3-ün kvadratı
x minus 3-ün kvadratı. Üstə gəlsə bu nəyin asılışıdır? Y plus 2-nin kvadratı. Mənfi 9-un 4-ü çıxdı, mənfi 13. Bunu da çıxanda elədi 20. 20 elədi. İndi uşaqlar, deyək, baxaq indi. Cavab olacaq, baxaq elə. Deyib o 5-ci sualda çevrəsin OX oxu ilə kəsişmə nöqtələri OX oxu ilə OX oxu deyəndə nəyə sıfır götürdüm uşaqlar? Təbii ki, belə deyim də, baxaq elə nəsə alınacaq. Y sıfır götürsəm 4 alınacaq. Alınacaq uşaqlar. Deməli, o Y oxu deyib, yoxsa bir dəfə də baxaq. OX oxu. OX oxu ilə kəsişmə nöqtəsi koordinatlar deyəndə Y 0 götürürdüm. Deməli, onda x minus 3-ün kvadratı plus 0 qoyanda 0 üstə 2 gələndə 2, 4 bərabərdir 20. X minus 3-ün kvadratı bərabərdir 20-dən 4-ü çıxacam 16. Hər tərəfdən bunu 4-ün kvadratı şəklində yaza bilərəmmi? Bəli, hər tərəfdən kvadratda atacam, bu modula düşəcək. X minus 3 bərabərdir 4, amma modulda x minus 3 kvadratını azad eləyəndə. Bunda 2 dənə həlli var da, x minus 3 4 ola bilər. X minus 3 mənfi 4 ola bilər. 2 dənə həlli var. Bunda olacaq x 7, birinci həll bu. İkinci həldə mənfi 4 üstə 3 gələndə mənfi 1. Deyib, indi bunların arasındakı məsafəni tapın. İndi uşaqlar, baxın, elə necədir? Bu mənfi 1-dən 7-yə qədər məsafəni tapanda 7-dən çıxsam mənfi 1-i və ya modulda yaza bilərdim buna. Eləyəcək, mənfiyə toxuşacaq 7 plus 1 eləyəcək 8. Səhvlərimizə cavab 8 olacaq. 7-ci suala baxaq. 7-ci sual. Sual biraz qəliz ola bilərdi, amma çox çətin sual deyildi. Sual 7. X kvadratı plus y kvadratı bərabərdir 6x minus plus 8y. Bax uşaqlar, bunları keçirəm bu tərəfə. Keçirəm, baxaq başımıza nə gəlir. X kvadratı minus 6x plus y kvadratı minus 8y bərabərdir 0-a. Uşaqlar, bunu yazıram x kvadratı minus 6x. Üstünə necə gəlsin, nəyəsə kvadrat olar? 9 gəlsin. Necə tapdım? 6-nı 2-yə böldüm. 3, 3-ün kvadratı 9. 9 əlavə edib 9 çıxdım. Üstə gəlsin. Y kvadratı minus 8y plus 16 əlavə edib 16 çıxdım. 16 çıxdım. Bərabərdir 0-a. Bu da x kvadratı minus. Bax, bu x minus 3-ün kənardan kvadratıdır. Üstə gəlsin. Y minus 4-ün kənardan kvadratıdır. Mənfi 9-dan da 16 çıxanda mənfi 25 keçdi. Bu cür müsbət 25. Uşaqlar, mərkəzi nöqtə hansılardır? 3-də 4-dür. Radius neçədir bəs? Radius da 5-dir. Təbii ki, radius 5-dir. Deyib ki, çevrənin uzunluğunu tap. Çevrənin uzunluğunu necə tapırıq uşaqlar? 2pi r düsturundan. 2pi vurma r də 5-dir. 2 5-imdə 10 pi. Belə. Deməli uşaqlar, davamına baxaq. Yallah deyib. Yallah deyib başlayaq davamına. Allahdan başqa heç bir köməkçimiz yoxdur təbii ki. 9-cu sual. Mərkəzi koordinat başlanğıcı olan 2, 6 nöqtəsindən keçən çevrənin tənliyi. Mərkəzi koordinat başlanğıcındadır uşaqlar. Təbii ki, yenə də koordinat başlanğıcındadır. Koordinat başlanğıcı, yəni x kvadratı plus y kvadratı bərabərdir r-in kvadratına. Yenə deyim ki, mərkəzi 4 nöqtə desəydik, çıxılsın 4-ün kvadratı belə yazacaqdım. Amma mərkəzi koordinat başlanğıcı onda bu şəkildədir. Bir də nəyimiz yoxdur bizim? R-imiz yoxdur. R-in də tapmaq üçün kök altında, bax, elə bil 2, 6 nöqtəsi demir. 2-nin kvadratı ilə 6-nın kvadratını toplayacam. 6-nın kvadratını toplayacam. O da edəcək. Kök altında 4-dən 36-nı toplayanda 40 alınacaq. Deməli, bizim x kvadratımız plus y kvadratımız bərabərdir. Kök altında 40-ın kvadratı, o da edəcək 40. Cavab olacaq bu şəkildə. Cavab D bəndi. Deməli,
12-ci sual deməli 9, 11-ci suala keçməliyik. Bu da asan sualdır. Mərkəzə 4 alt nöqtəsi olan, mərkəzə 4 alt nöqtəsi M 4 alt nöqtəsi və 2 və 3 nöqtəsindən keçən çevrənin tənliyi. Əvvəlcə 2 və 3 nöqtəsindən deyəndə, 2 mənfi 3 nöqtəsindən keçən çevrənin tənliyini tapanda, yeri tapanda kök altında 2-nin kvadratı 4 plus mənfi 3-ün kvadratı 9. Bu dediyiniz kök altında 13, təbii ki. Bu da mərkəzin içədə 4 alt nöqtəsi. Deməli, x çıxılsın, x0, yəni bu 4 kvadratı üstə gəlinsin. Y plus 6-nın kvadratı bərabərdir kök altının 13-ün kvadratı 13-dür. Cavab 13. X çıxılsın 4-ün kvadratı. Y plus 6-nın kvadratı bərabərdir 13-ə. Yəni, B bəndi. Hələlik suallar sadədir. İndi o anda bir dənə çətin sual gələcək. 13-cü suala baxaq. Deməli, M5-7 nöqtəsindən keçən mərkəzi deyib ki, bu nöqtəsində mərkəzi ilə eyni çevrənin tənliyini yazın. Nöqtəsindən keçəndə radiusu tapa bilərəm onda. Amma bunun elə deyib ki, nöqtəsindən keçən mərkəzi bu nöqtədə olan. Gəlin elə bunu sadələşdirək. Tənliyi sadələşdirək. X kvadratı plus y kvadratı minus 4x minus 6y minus 10 bərabərdir 0. Çevrənin mərkəzi ilə nöqtəsindən keçən və mərkəzi bu. Asandır. Deməli, əvvəlcə mərkəzini tapaq. Deməli, nə olacaq uşaqlar? Təbii ki, bunu x kvadratı minus 4x yaza bilərəm. Üstə gəlsin y kvadratı minus 6y minus 10 bərabərdir 0. Bu belə. Bunu yazaram x kvadratı minus 4x. Nə əlavə edib, nə çıxsam, nəsə kvadrat olar. 4 əlavə edib 4 çıxsam. Belə. Üstə gəlsin y kvadratı minus 6y. Bir dənə 9 əlavə edib 9 çıxsam nəsə ola bilər. Bəli. Minus 10 bərabərdir 0. Bax, bunu da nəsə əlavə edib nəsə çıxanda aldıq. X minus 2-nin kvadratı üstə gəlsin y minus 3-ün kvadratı mənfi 4-dən 9 çıxanda mənfi 13, mənfi 13-dən də 10 çıxanda 23. Deməli, radius kök altında 23 olacaq. Deyib ki, bir dənə çevrə var, amma mərkəzi bunun mərkəzinə bərabər. Yəni, 2-3 nöqtəsində olan bir dənə çevrə mümkündür. Deyib, çevrəsinin mərkəzi ilə eyni olan çevrənin tənliyini yazın. Bir də 5-7 nöqtəsindən keçməlidir. Yəni, radiusu da 5-7 nöqtəsini tapanda, radiusu tapanda kök altında 5-in kvadratı plus 7-nin kvadratı. Bu da olacaq 49 üstə gəlsin 25. 49 üstə gəlsin 25. Bu da olacaq 60, 74. Radius 74-dür. Deməli, uşaqlar, təbii ki, bir dənə çevrəmiz, bizim çevrəmiz bu şəkildədir. Yeni bir çevrəmiz var. X minus 2-nin kvadratı. Mərkəzləri eynidir axı. Y minus 3-ün kvadratı bərabərdir 74-ə. Y-in kvadratı, yəni 74. İndi bunu sadələşdirək, bunu açmaq lazım təbii ki. Çıxılsın 4x plus 4. Ondan sonra üstə gəl. Y kvadratı minus 6y plus 9 bərabərdir 74-ə. Təbii ki, indi x kvadratı minus 4x plus, deməli, eyni şey alınacaq ki. Amma indi baxaq, nəsə alınmalıdır. Plus y kvadratı var, belə bir şey olacaq. Nəsə alınmalıdır uşaqlar. Yəni, ümidimiz var ki, nəsə alınacaq. O baxımdan da çıxılsın 6y. Bonus edirsək. Mən nəsə elə bir cavab keçmədi axı, nöqtəsindən keçən. Bir baxın. İndi 5 nöqtəsindən keçən mərkəzi də eyni çevrənin tənliyini yazın. 5 və 7 nöqtəsindən keçən.
İnşallah səhv elədim. 5, 7 radiusu tapanda bayaqdan koordinat başlanğıcı deyə bunu səhv yazdım. Təbii ki, indi bunu da səhv yazmışam. Bunu silək. Deməli, uşaqlar, bu çevrəmizdir. Biz mərkəzini tapmışıq. Mərkəz nöqtəsini neçə tapdıq? Bax, bir dənə baxın. 2, 3 nöqtəsi. 2, 3 nöqtəsi. Deməli, 2, 3 nöqtəsi. Bu %100 alınacaq. Bir də 5, 7 nöqtəsindən keçin. İndi bu radiusu tapanda 2 nöqtə arasındakı məsafəni tapmış olmuram mı? Bəli. Kök altında 5-dən 2 çıxıram. 5 çıxılsın 2-nin kvadratı. Üstə gəlirsin 7 çıxılsın 3-ün kvadratı. Səhvimiz bu idi. Bundan əvvəl səhv idi. Bu olacaq kök altında 9 plus 16. 9 plus 16. 9 toplayanda 25. Bundan çıxacaq 5. Deməli, bizim belə bir çevrəmiz var. X minus 2-nin kvadratı. Üstə gəlsin y minus 3-ün kvadratı. Bərabərdir 5-in kvadratı 25. Bunu da açıram. X kvadrat minus 4x plus 4 y kvadratı minus 6y plus 9 bərabərdir 25'ə. X kvadratı minus 4x plus y kvadratı minus 6y 4'dən 9 toplayanda 13, 25'dən də 13 çıxanda çıxılsın 12. Bərabərdir 0'a. Belə bir tənlik var. Bəli, A bəndi. Bax, yenə deyirəm, bu sual biraz uzun getdi. Həqiqətən uzun getdi. Bunu seçdik, tapdıq. Bu asan məsələ idi, çətin məsələ deyildi. Bunu tapdıq, bununla işlədik. Mərkəz nöqtəsi koordinatlarını tapdıq. Gətirdik, bu nöqtə yox idi. Yəni 5-7 nöqtəsi mərkəz bu idi. Və radiusu tapanda 2 nöqtə arasındakı məsafəni tapmaq deməkdir. Bunu da tapdım. Gətirdim, yerinə qoydum və bunu sadələşdirib yenidən qoymaq. Yəni imtahana düşə bilərmi? Təbii ki, düşə də bilər, düşməyə də bilər. Əsas sual kimi düşər ki, sizdən axtara bilər, amma imtahana çox vaxt belə gəlir sual salmırlar, vaxt təpərən sual salmırlar. O demək deyil ki, yenə dediyim kimi işləməyim ki, onsuz imtahana düşməyəcək. Düşə bilər, həll tələb olunan sual kimi düşə bilər. Düşüb ki, bu imtahan, belə deyim də, topluda var bu sual. Düşməyən sual heç vaxt topluda olmur. Təbii ki, indi hamısı da olmasa, yəni çox sual deyirəm də. X plus y minus 1 bərabərdir 0'a. İndi bundan mən nəyi tapa bilərəm? Deməli, x-i tapsam 1 minus y. Bunları atdım bu üzə, sola. Bunu da atdım bu üzə. 1 minus y. İndi bizim də çevrəmizin tənliyi x minus deməli 2-nin kvadratı plus y plus 3'ün kvadratı bərabərdir 2'yə. Deyib çevirən toxunma nöqtəsini tapın. Toxunma nöqtələrini tapın. Deməli, bizim gətirib bu toxunma nöqtələrini tapanda x-i tapıb gətirib bu qiyməti yerinə yazacaqsa, onsunu tapdım. Getdim yerinə yazsam, bax, 1 minus y minus 2 kvadratı üstə gəlsin y plus 3'ün kvadratı bərabərdir 2'yə. Bu olacaq mənfi 1 minus y kvadratı plus y plus 3'ün kvadratı bərabərdir 2'yə. Mənfi 1'in kvadratı 1 plus 2y plus y kvadratı kədlinin kvadratı kimi açıram. Bunu da açıram. Y kvadratı plus 6y plus 9 bərabərdir 2'yə. Deməli, uşaqlar, açıram indi. Toplayanda y kvadratını 2y kvadratı 2y-dən 6y toplayanda 8y 1 ilə də 9 toplayanda 10 bərabərdir 2'yə. Y kvadratı plus 4y plus 5 hər tərəfi 2'yə bölmüşəm. Bərabərdir 1'ə. Olacaq indi təbii ki, y kvadratı plus 4y plus 5'dən 1'ə çıxanda 4 alınacaq. Bərabərdir 0'a. Bu da y plus 2'nin kənardan kvadratının açılışıdır. Bərabərdir 0'a. Y plus 2 0'ın kvadratı 0'dır. Yəni y plus 2 0'dırsa, bu da mənfi 2'dir.
X bunu da tapanda gətirib x-i də tapanda gətirib yerinə qoyacağam. 1 çıxılsın y deyil, 1 çıxılsın -2, 1 plus 2 o da edəcək 3. Cavab olacaq -2, 3. Yəni 3 -2 təbii ki. 3 -2. 3 -2 D bəndi. Müəllim, nə qədər uzun sualdır. İnşallah biraz uzun ola bilər, amma ölümcül olmur. Yəni belə deyim. Deyib ki 17. Mərkəzə deyib ki -1, 2 nöqtəsi olan çevrəyə -4, -1 nöqtəsindən çəkilən toxunan qarşılıqlı perpendikullar olarsa bu çevrənin tənliyini yazın. Deməli, bu çevrədir, mərkəzi budur. Bu çevrəyə A -4, -1 nöqtəsini çəkilən toxunan çəkilib. Radiusun deyib ki, uzunluğunu birinci tapmalı yox. Təbii ki, indi radiusun uzunluğunu tapmaq lazımdır. Deməli, necə işləyəcək uşaqlar? A nöqtəsi -4, -1'dir. Bu da belədir. Deməli, mərkəzi bir dənə çevrə çəkəcəm. Çevrə. Bunun bir dənə mərkəz nöqtəsini çəkək. -4, 1'dir. -4, 1. Bu A nöqtəsinin koordinatları -1, 2'dir. Belə. Belə. Çəkilən toxunanın qarşılıqlı perpendikullar olarsa, nöqtəsindən çəkilən toxunanlar qarşılıqlı perpendikullar olarsa, çevrənin tənliyini yazın. Əvvəlcə baxaq 3, bu da çəkəndə 5 edəcək nesə. Nesə baxaq alınacaqmı? Deməli. Radiusu tapsam. Mərkəzi bu nöqtə olan. Mərkəz neçədir? Mərkəz səhv seçmişəm əslində. Əslində mərkəzi -1, 2'dir. -1, 2'dir. -1, 2. Bu nöqtə isə -4, -1'dir. Belə. Çəkilən deyim nöqtəsində olan çevrənin nöqtəsindən çəkilmiş toxunanlar qarşılıqlı perpendikullar olarsa, bu çevrənin tənliyini yazın. Deməli belə. Toxunanlar qarşılıqlı perpendikullar olarsa. İnşallah video çox sanılmasın. Bunun da sona qədər inşallah həllini yazacaq. Yəni təbii ki, bu da mən indi bir dəqiqə baxıram sizin kimi bu suallara. Deyib ki, çevrənin hansıları daxilindədir? Bu sual asandır. Daxilində o deməkdir ki, uşaqlar, əgər qiymətləri qoyan zaman 21-dən kiçikdirsə, bu daxilindədir. Amma 21-dən böyükdürsə, xaricindədir. Amma 21-ə bərabərdirsə, tam nöqtənin üzərindədir. Baxaq indi. -2'nin kvadratı. X-in qiyməti yerinə qoysam 4. Bu da toplasam 4'ün kvadratı 16. 4 ilə 16'nı toplayanda 20. 21-dən kiçikdir. Deməli, daxilində yerləşir. A daxilindədir. Gətirib qoysam 3. 3'ün kvadratı 29. Bu da 9. -3'ün kvadratı 9. Bu da daxilindədir. 1 qoysam. Deməli, 1'in kvadratı 1. 5'in kvadratı 25. 25 ilə 1'i toplayanda 26. 21'dən böyükdür. Deməli, A və B daxilindədir. Bu da eyni qaydadır. İndi 20'yə baxaq. Deməli 20'yə baxaq. O suala qayıdıb baxacaq. Baxaq uşaqlar. 20-ci suala. 20 yox, 21-ci suala. Deməli suala baxarıq, qayıdıb 18'ə baxarıq. X plus 3 kvadratı plus y plus 2'nin kvadratı
bərabərdir 25-ə. X plus 2-nin kvadratı plus y, deməli, bu 2-nin kvadratı yox. Buna mı qatdım? X minus 3, X plus 2-nin kvadratı bərabər 25, X minus 9. Minus 9-un kvadratı, y minus 3-ün kvadratı bərabərdir 1-ə. Deyib, çevrənin mərkəzləri arasındakı məsafəni tapın. Çevrənin mərkəzləri bu mərkəz neçədir? Deməli, mərkəz, birinci funksiyanın mərkəzi arasındakı məsafə çevrənin mərkəzi neçədir? -3, -2. İkinci çevrənin mərkəzi bəs. Deməli, 9, 3. İki nöqtə arasındakı məsafə kimidir də bu da. M1, M2 buna M1 deyək. M2 deyək, buna M1 deyək. M1, M2 məsafəsini tapanda kök altında bu nöqtədən çıxsın 9 çıxılsın -3 plus 3 olacaq. Kvadratı plus 3-dən də -2 çıxanda 3 plus 2 olacaq kvadratı. Deməli 9-dan 3-ü çıxanda 9 3 yəni 12, 12 kvadratı kök altında 144 plus 25, 144-ün 25 toplayanda 169, bu da olacaq 13. Deməli, deyib ki, arasında bir şey məsafəni tapın, cavab olacaq 13. Belə, asan idi. 23-cü suala baxaq, bu da asandır, təbii ki. X-in kvadratı, deməli, X-in kvadratı plus Y kvadratı, deməli, ondan sonra çıxılsın 8x bərabərdir 0-a. Deyib, çevrənin radiusunu tapın. Radiusunu tapmaq üçün x kvadratı minus 8x plus y-in kvadratı bərabərdir 0-a. Deməli, uşaqlar buna hər tərəfinə nə əlavə edib, nə çıxacam? 8x. 8-i 2-yə böl 4, 16 əlavə edib 16 çıxacam. Plus y kvadratı bərabərdir 0-a. X minus 4-ün kvadratı plus y kvadratı. Bunun altını da atsam bu üzə müsbət 16. Mənfi 16-dan atdım bu üzə. 16 radiusunu içilmiş y kvadratı bərabərdir 16-ya. Y də bərabərdir 4-ə. Deməli, mərkəzini içilmiş. Deməli, 4 0 imiş mərkəzi. Radiusu da 4-dür. Belə. 20. Deməli, deyib çevrəsinə qədər məsafəni tapın. Deyib nöqtəsindən gəlin baxaq. Yəni bu suala baxaq. (26)ya baxaq. İnşallah 27-də baxacaq. O suallar xüsusi suallardır. Bu baxımdan baxıram. Birinci bu tənliyi sadələşdirək. X kvadratı plus y kvadratı plus 4x plus 6y bərabərdir 12-yə. X kvadratı plus 4x. Nə əlavə edib, nə çıxacam? 4 əlavə edib 4 çıxıram. Yadda saxlayın. Plus y kvadratı plus 6y. Nə əlavə edib, nə çıxacam? 9 əlavə edib 9 çıxacam. Ondan sonra 12 bərabərdir 12-yə. Bu x, deməli uşaqlar, x plus 2-nin, bax bunlar var, x plus 2-nin kənardan kvadratıdır. Üstə gəlsin, y plus 3-ün kənardan kvadratıdır. Bərabərdir, -4-dən 9 çıxanda -13, keçdim o üzə 25 elədir. Deməli, mərkəzini içilmiş, -2, 3-ünü, -3 nöqtəsi. Radiusu neçədir bəs? 5-dir. Deyim nöqtəsindən çevrənin qədər olan məsafə, çevrəsinə qədər məsafə. Bu da uşaqlar bir A nöqtəsidir məsələn. Mərkəzi neçədir? -2, -3, radiusu 5-dir. Radiusu 5-dir. Belə. Bu da A nöqtəsi 4-5 nöqtəsidir. A nöqtəsi 4-5 nöqtəsidir. Deməli, 4-5 nöqtəsi A nöqtəsi. Başqa nə var burada? Deyib ki, çevrəsinə qədər olan məsafə nöqtəsindən çevrəsinə qədər məsafə.
olan məsafəni tapın. 2 nöqtə arasındakı məsafəni tapsaq 10. Amma ən yaxın və ya ən uzaq məsafəni demir bax burada. Çevrəsinə qədər məsafə. O sözü işlətməlidir. İndi qabağımıza çıxacaq. Bu A nöqtəsidir məsələn. A nöqtəsinin çevrə qədər məsafə hansı məsafədən soruşur? Bu məsafəni soruşursa, indi bu 2 nöqtə arasındakı məsafəni tapaq əvvəlcə. A nöqtəsi 4, 5 nöqtəsi. Bunun cavabına baxacağım inşallah. Deməli 4, 5 nöqtəsi 2 nöqtə arasındakı məsafə ilə mən tapa bilərəm ki, D bərabərdir 2 nöqtə arasındakı məsafə. Deməli olacaq uşaqlar kök altında -2-dən çıxacam 4-ü, -2 çıxılsın 4 kvadratı üstə gəlinsin. -3 çıxılsın 5-in kvadratı. Bu da olacaq -6-nın kvadratı 36, 36 plus 64. Bu da olacaq kök altında 100, 100-dən də çıxacaq 10. Belə də 10. Ümumi 10-dur uşaqlar. Ümumi 10'dur. Bu ümumi 10'dursa, ondan bu 5'i çıxsam, nə qədər qalacaq 5? Baxaq, bir dənə 13, 126 tap. Deməli, bəli, 26'da 5 çıxıb. 5 çıxıb, amma yenə etdiyim kimi, bu da ən yaxın və ya ən uzaq məsafəni deməlidir. 27-ci sual. Deməli, yenə də bunu onsuz verib bizə x minus 5'in kvadratı plus y minus 3'ün kvadratı bərabərdir 64. Mərkəzin hissədə 5 3'dür. Radiusun hissədə 8. Çevrəni çəkək. Çevrəni çəkdim. Deməli, çevrəni çəkəndə bu A nöqtəsində qeyd edirik. A nöqtəsi -12, 3 nöqtəsidir. Bu da mərkəz nöqtəsi 5, 3 nöqtəsidir. 2 nöqtə arasındakı məsafədən bu nöqtəni tapaq. Deyib ki, ən AK uzunluğunu tapın. A deyib ki, tənliyi verilmişdir. Çevrəyə K nöqtəsini toxunan da budur. AK belə. Biz indi təzəlicə keçmişik ki, uşaqlar. Toxunanan çəkilmiş radius həmişə toxunanla 90 dərəcə əmələ gətirir. Bu da var. Mən bu uzunluğu tapa bilərəm də. AO uzunluğunu tapanda 2 nöqtə məsafəsindən tapıram ki, kök altında olacaq -12 çıxılsın 5, -12 çıxılsın 5 kvadratı üstə gəlinsin. 3 çıxılsın 3'ün kvadratda, 3 çıxılsın 3'ün kənarda kvadratı ilə 0 olacaq. Belə. Bu da olacaq deməli. -12'dən 5 çıxanda -17 kvadratı da kvadratda. Elə 289 olacaq. Plus 0'ın kvadratı 0. Eləcə 289. Bundan da çıxacaq 17. Bu məsafəni tapdım 17. Düzbucaqlı üstbucaq. Radiusu tapmalıyım. Radiusu neçədir bəs? 8'dir. Radius 8'dir. Bu da 8'dir. Bu da 8'dir. Deməli 8, 8. Düzbucaqlı üstbucaq var burada uşaqlar. Düzbucaqlı üstbucaq. Düzbucaqlı üstbucağın katillərindən bir dənəsi. İbdonuz 17'dir. Katillərin bir dənəsi 8. Digər katil tapanda 15 olacaq. Deməli bu da 15 olacaq. Bizə deyib AK'nın uzunluğunu tap. O da 15 olacaq. Uşaqlar bu qədər. O sualı bir dənəsini inşallah dərsdə izah edərəm. 30'a qədər hələlik işləyin. Tamamını inşallah izahlarını çəkib atacağım. Sağ olun, salamat qalın.